Azərbaycan Səhiyyə Nazirliyində Albaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Besart Kadya ilə görüş keçirib. Qonaqları salamlayan Səhiyyə Naziri Teymur Musayev ölkələrimiz arasında iki tərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldıracağını vurğulayıb. Teymur Musayev həmçinin iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Nazirin sözləri görə ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodik və elmi praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Bundan əlavə müalicəvi turizm sahəsində də əməkdaşlıq potensialının olduğu diqqətə çatdırılıb. Sonda Azərbaycanın Səhiyyə Naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. Öz növbəsində Besart Kadya dövlətlər arası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq ölkələrimiz arasında dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Diplomat həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib. Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar. Azərbaycanda atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı qanun layihəsi hazırlanır. Hazırda mövcud qanunvericiliyə əsasən atalara yeni doğulan övlad üçün 14 iş günü məzuniyyət verilir. Lakin bu müddət ödənişsizdir. Yeni təklif qəbul olunarsa atalar bu dövrdə həm övladları ilə vaxt keçirəcək, həm də əmək haqqı ilə təmin olunacaqlar. Rəsmi açıqlamalarda bildirilib ki, məzuniyyətin müddətində dəyişiklik nəzərdə tutulmur. Yalnız onun ödənişli olması təmin ediləcək. Bu addımın ailə institutunun gücləndirilməsinə, valideyn məsuliyyətinin daha ədalətli bölüşdürülməsinə və uşaqlara sağlam mühitin yaradılmasına töhfə verəcəyi vurğulanır. Müzakirələrdə əsas sual ödənişin mənbəyi ilə bağlıdır. Variantlar arasında dövlət büdcəsi və ya sosial sığorta fondundan maliyyələşmə ehtimalı önə çıxır. Ekspertlərin fikrincə, ödənişli atalıq məzuniyyəti ailələrin maddi yükünü azaldacaq və sosial rifahı gücləndiriləcək. Layihə hələ ilkin mərhələdədir və yaxın zamanda Milli Məclisdə müzakirəyə çıxarılacaq gözlənilir. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ölkəsinin oktyabrın 1-dən əczaçılıq məhsullarına 100% rüsum tətbiq edəcəyini açıqlayıb. Bu barədə Amerika Birləşmiş Ştatlarının lideri Truth Social şəbəkə hesabında məlumat verib. Trump bildirib ki, Vaşinqton oktyabrın 1-dən etibarən bütün brend və patentli əczaçılıq məhsullarına 100% rüsum tətbiq edəcək. Eyni zamanda o vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının ərazisində artıq öz obyektlərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar nəzərdə tutulur. Qeyd edək ki, hələ may ayında Trump daxili qiymətlər beynəlxalq qiymətlərə uyğun gəlmədiyi təqdirdə idxal edilən dərmanlara tariflər tətbiq edəcəyini açıqlamışdı. Həmin vaxt söhbət dərmanların qiymətinin 59-90% aşağı salınmasından gəlirdi. Bundan əlavə oktyabr ayından etibarən Amerika Birləşmiş Ştatlarının idxal edilən mətbəx şkafları, vanna otağı üçün mebellər və əlaqəli məhsullara 50% rüsum tətbiq edəcək. Şirin qazlı içkilər qadınlarda depressiya riskini artırır. Almaniya Diabet Araşdırmaları Mərkəzinin apardığı yeni bir araşdırma qazlı şirin içkilərin təkcə maddələr mübadiləsinə deyil, həm də psixi sağlamlığa, xüsusilə qadınlarda mənfi təsir göstərdiyini ortaya qoyub. Bu təsirin əsas səbəblərindən biri bağırsaq mikrobiyomundakı dəyişikliklərdir. 2014-2018-ci illərdə 18-65 yaş arasında olan 932 nəfərin iştirak etdiyi bir araşdırmada məlum olub ki, qazlı içkilərdən müntəzəm istifadə edən şəxslər, xüsusilə də qadınlar depressiyaya daha çox meylli olur. Depressiyası olan pasiyentlərlə sağlam insanları müqayisə edən alimlər qazlı içki istehlakı ilə depressiya simptomlarının ağırlığı arasında birbaşa əlaqə aşkar edib. Qadınlarda şirin qazlı içkilərin çox istifadəsi depressiyaya tutulma ehtimalını 17% artırır. Tədqiqat zamanı qadınların bağırsaq mikroflorasında Egersella adlı bakteriyanın miqdarının artdığı müşahidə olunub. Əvvəlki araşdırmalar da göstərib ki, bu bakteriya depressiya ilə əlaqələndirilir. Maraqlıdır ki, bu təsir yalnız qadınlarda müşahidə olunub. Kişilərdə nə Egersella bakteriyasının artımı, nə də depressiya ilə əlaqə tapılmayıb. Alimlər bu fərqin hormonlarla və ya cinsiyyətə bağlı immun reaksiyalarla əlaqəli ola biləcəyini düşünür.
Əsrlərdir xalq təbabətində istifadə olunan əvvəlik bitkisinin sağlamlıq faydaları artıq müasir elmdə də təsdiqlənib. 2021-ci ildə Journal of Ethnofarmacology jurnalında dərc olunan araşdırmada əvvəlik növlərinin antioksidant, antibakterial və iltihab əleyhinə təsirləri sübut edilib. Alimlər bildirir ki, əvvəlikdə yüksək miqdarda fenolik birləşmələr, flavonoidlər və askorbin turşusu mövcuddur ki, bunlar hüceyrələri sərbəst radikallardan qoruyur və xərçəng riskini azaldır. Tədqiqatda göstərilir ki, əvvəli ekstraktı zərərli bakteriyalara qarşı aktivlik nümayiş etdirir. Bu isə onun xalq təbabətində dəri xəstəlikləri və yaraların müalicəsində istifadəsini elmi cəhətdən əsaslandırır. Əvvəlik həmçinin mədə, bağırsaq sağlamlığında mühüm rol oynayır. Bitkinin turş dadlı yarpaqları həzmi asanlaşdırır, kök dəmləməsi isə bağırsaq iltihablarından təsirli nəticə verir. Araşdırmaya görə sidik qovucu və qan azlığı azaltmaq xüsusiyyətləri ilə diqqət çəkir. Baharın dərmanı adlanan əvvəlik həm qida, həm də təbii müalicə vasitəsi kimi gündəlik həyatda öz dəyərini qorumaqdadır. Ölkəmizdə əvvəlik yaz fəslində toplanılıb, hörülüb, qurudulur və qış aylarında yeməklərdə istifadə olunur. Yeni virus təhlükəsi, 45 yoluxma, 1 ölüm. Fransanın cənub-şərqində yerləşən Albertville rayonunda 45 təsdiqlənmiş legionelloz hadisəsi qeydə alınıb. Bu barədə Agence France-Presse məlumat yayıb. Bildirilib ki, 8 nəfər hazırda reanimasiyada müalicə alır. Bir xəstə isə artıq dünyasını dəyişib. Bundan əlavə bir neçə şübhəli hadisə də həkimlər tərəfindən yoxlanılır. Hakimiyyət orqanları yoluxma mənbəyini müəyyən etmək üçün araşdırmalara başlayıb. Qeyd edək ki, legionelloz kəskin infeksion xəstəlikdir. O, yüksək hərarət, intoksikasiya, ağciyərlər, mərkəzi sinir sistemi və həzm orqanlarının zədələnməsi ilə müşayiət olunur. Çoxsaylı orqan çatışmazlığı sindromu inkişaf edə bilər. İnfeksiya törədicisi su və ya torpaqda mövcud ola bilər. Əsas yoluxma yolları isə hava damcı və hava toz vasitəsidir.